Bundan sonra hər kəs rahat nəqliyyat vasitəsindən istifadə etməli olacaq. Bayram günlərində Sumqayıt şəhər sakinlərinin istifadəsinə veriləcək avtobuslar digərlərindən çox fərqlənir. Xüsusilə vurğulayaq ki, Həmrəyli şəhərində nəqliyyat infrastrukturunun yaxşılaşdırılması Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcovun daim diqqət mərkəzində saxlanılır. Məhz bunun nəticəsidir ki, Sumqayıt şəhərində avtomobil nəqliyyatı hərəkətinin təkmilləşdirilməsi, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədi ilə müasir standartlara cavab verən 30 ədəd yeni komfortlu sərnişin avtobusları gətirilib. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Sumqayıt Nəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin rəisi Xanur Rüstəmov bildirdi ki, yeni avtobuslarda 50 insanlar üçün də şərait yaradılıb. Müasir avtobusların digərlərinin ən üstün cəhəti isə istifadəsi zamanı havaya ekoloji çirklənmə vermir. Bu avtobuslar Sumqayıt şəhər icra başçısı Zakir Fərəcov nəzərdə tutduğu avtobuslardır ki, Sumqayıtda nəqliyyatın dəyişikliyi nəzərdə tutulmuşdur. Yeni avtobuslar gəlsin, Sumqayıtın inkişafı ilə bağlı verilən söz yerinə yetirilir. Həmin avtobuslar Sumqayıt şəhərindədir. Bunlar Almaniya istehsalıdır. Bu avtobuslar Almaniya istehsalıdır. Türkiyə dövlətində yığılır. Çox yüksək səviyyəli avtobuslardır. Hal-hazırda Sumqayıtda fəaliyyət göstərən avtobuslardan fərqi ondadır ki, bunların demək tutumu çoxdur. 26 oturacağı var, 72 tutacağı var, nəzərdə tutulubdur. İçərisində 8 dənə kamerası hal-hazırda fəaliyyət göstərir. Kondisioner sistemi ilə təchiz olunubdur. 130 avtobusdan hal-hazırda 30-u Sumqayıtdadır. Yaxın günlərdə onlar nəzərdə tutulub ki, istismara buraxılsın, marşruta buraxılsın. Sumqayıt şəhərinin, Sumqayıt əhalisinin komfortunu, rahat gediş-gəlişini təmin edir ki, yüksək professional sürücülər bu avtobusları idarə edəcəkdir. Xüsusi nəzərdə tutulmuş 50-lər üçün yer var. Həmin yerdən də 50-lərimiz gəlib özləri o knopkanı basıb avtobusları yenəcək aşağı, onlar rahat demək avtobusa minə biləcəklər. Qeyd edək ki, Prezident İlham Əliyev 2015-ci ilin dekabrın 7-sində Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarə etmənin təkmilləşdirilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, Sumqayıt şəhərinin inzibati ərazisində pilot layihə çərçivəsində sərnişin daşımanın inkişafı sayəsində tədbirlərin görülməsi, avtomobil nəqliyyatı ilə sərnişin daşımasının təşkili, sərnişin daşımanın vahid forma və qaydaları əsasında təhlükəsizliyin yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlərin görülməsi Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir. Nizami Rəsulov, Elbrus İsmailov, Dünya TV.